Hadisə baş verən vaxtı 2 yaşlı Məhərrəm Məmmədzadə gördüyünüz bu evdə olub. Evin alovlandığını görən 59 yaşlı baba nəvəsini xilas etmək üçün evə daxil olub, lakin evdə alovla mübarizə apara bilməyib və nəticədə hər iki şəxs yanaraq gördüyünüz bu evdə dünyasını dəyişib. Abdullayev nəvəsi 2 yaşlı Məhərrəm Məmmədzadanı xilas etmək istəyərkən bu evə Hamını istəyirdi. Hissatdan yazır. Səhər-səhər düşüb aşağı, uşaq qalıb yuxarıda yatıb, nəvəsi. Sonra düşüb aşağı, gəlin görüb, yoldaşı görüb pərdə yanır. Sonra o da qaçıb uşağı gətirməyə. Onu edincə görüb, tüstünün içində uşağı tapa bilmirmiş. Sonra uşağı götürüb gələndə, özü də elə orada yanıb, nəsvanda yıxılıb qalıb. Belə hadisə belə oldu. Ad familiya necə oldu? Bəli. Ad familiya sizdən necədir? Həsənova Elmira. Həm də bu Xalam qəhrəmanlıq oğludur. göstərib də bir demək olar. Bəli. Uşağı gedib, uşaqdan sonra şəhid olub bu. Yoxsa ikisi də, yoldaşı ilə ikisi həyatda imiş. Heç zad olmayacaqdı onlara. Uşaqdan ötürü ki, gedib yuxarı, ondan sonra eləncə yanıb, ölüb. 3 nəfər, səhər hamısı gedib işə, o körpənin bacısı gedib məktəblidir. Anası da bir dənə də qız var, məktəblidir. Qız gedib məktəbə. Uşağın anası gedib işə, rayonda biolojide işləyir. Hüseynov Alim. Arif dayı. Alim. Ali dayı, qohumunuz rəhmət edir. Necə baş verir, necə eşitdiniz hadisəni istəyər Mənim eşitdiyim bir oldu ki, dedilər, ev yanıb, o da girib nəvəsini çıxartmağa, özü də yanıb. Da çıxa bilmir. Nədən baş verib yanğın? Necə Yanğın deyirlər elektriksəndir. Naqillərdən. Qısa qapanma oldu. Hə. Bunlar burada yaşayırdılar, nəvəsinə bir evdə yaşayırdılar. Hamısı burada yaşayır böyle. Bir həyətdə 2 evdir də. Hə. Yəni o da, baba da bu birisi evə keçib. Bəli, burada bir evdə yaşayırdılar. Oturup durduqları da buraydı. Allah səbir versin, Allah rəhmət etsin. Sivil mənzillər. İndi aləm dəyər bir ürünü. Sən kadranı seçiyor ki, sən şunu Saatlarında rayonun Qızılbaş kəndindən cəmaətin adlı var.